ERP sistemindəki 6 əsas funksiya. 1. Maliyyə. Bütün gəlir, xərc, fakturalar, ödənişlər, aktivlər hamısı bir yerdən idarə olunur. 2. Təchizat zənciri. Məhsulun alınmasından müştəriyə çatana qədər ambar, sifariş və təchizatçı əməliyyatlarını eyni platformadan rahat şəkildə idarə olunur. 3. Biznes analitikası. Dashboardlar, analiz və proqnozlar şirkət məlumatlarını daha anlaşılan edir və daha ağıllı qərarlar qəbul etməyə kömək edir. 4. Müştəri idarə etməsi. Müştəri əlaqələrini idarə edir, satış proseslərini avtomatlaşdırır və xidmət keyfiyyətini artırır. 5. İnsan resursları. İşçi məlumatlarını, performansını, işə qəbul proseslərini tam şəkildə avtomatlaşdırır. 6. Ambar idarə etməsi. Ambardakı stok balansını və giriş-çıxışları idarə edərək əməliyyat axınını daha səmərəli şəkildə edir. Biznesinizə uyğun ERP-ni birlikdə seçək.